Kərbəla böyük məktəbdir. Ona görə böyüdür ki, nübüvvətin varisinin inqilabıdır. Ona görə böyüdür ki, birbaşa Qurana söykənir. Heç kim Kərbəlada Qurandan bir hərif qıraq şey tapa bilməz. Biri inadkar olar, biri ləziz olar, biri başa düşməz olar, təəssübkeş olar, o şeyləri eləyər. Amma həqiqətən bir dənə adam dinindən, əqidəsindən asılı olmayaraq adamlığı olsun, gəlsin Kərbəlada bir dənə nöqtə qoysun ki, yoxdur. Kim yaşada bilər 1400 ildir? Bir dənə göstərimdə hansı zorla bu Kərbəlanı yaşadırlar? Hansı güclə Kərbəlanı yaşadırlar? Hansı qorxu ilə Kərbəlanı yaşadırlar? Hansı təmənni ilə Kərbəlanı yaşadırlar? Kimə maaş verirlər ki, sən Kərbəlayı ol? İndi Məhərrəmlikdir, cəmaət ərbəyində görəcəksiniz də nə edəcək? Evində sabaha çörəyi olmayan, görürsən, borc tapır, gedir, gəlir, hissə ödəyir. Pul almır, pul xərcləyir getməkdən ötürü. Bunun haqlı olmağına bəyan dəlil deyil. Amma vaxt olub, bundan da çətin olub.